Xəbər verdiyimiz kimi Ermənistan Mərkəzi Seçki Komissiyası parlament seçkilərində səslərin sayılmasını başa çatdırıb, bütün məntəqələrin nəticələri açıqlanıb, Vətəndaş Müqaviləsi Partiyası səs çoxluğu ilə qalib gəlib. Seçkilərin nəticələrinə görə Paşinyanın rəhbərlik etdiyi partiya yaxın vaxtlarda hökuməti formalaşdıracaq. Bu barədə danışacağıq. Studiyamızın qonağı millət vəkili Azay Quliyevdir. Salam Azay müəllim, xoş gəlmişsiniz. Salam Sinara xanım, xoş gördük. Xoş gəlmişsiniz bir daha. Azay müəllim, Nikol Paşinyan belə deyək ki, seçkilərdən, yəni nəticələrin elan olunmasından dərhal sonra Azərbaycana və Türkiyəyə müraciət etdi və sülh sazişinin imzalanmasına hazır olduğunu açıqladı. Əslində bir sıra məsələlərə toxunub, biz də bu məsələni verilişimiz boyu müzakirə edəcəyik. Sadəcə olaraq soruşmaq istəyərdim ki, sülh sazişinin imzalanması bu il real görünürmü? Çox sağ olun Sinara xanım. Əvvəl onu deyim ki, Paşinyanın partiyasının seçkilərdə qələbə qazanması bu çox mühüm bir hadisədir. Bu region üçün və bəlkə də yaxın coğrafiyamız üçün ciddi bir müsbət bir siqnaldır. Çünki Paşinyan sülh gündəliyi ilə, sülh platforması ilə seçkilərə getdi və erməni xalqı baxmayaraq ki, bir çox istiqamətlərdə müxtəlif platformalarla, müxtəlif təzyiqlərlə üz-üzə qalmışdı və xüsusilə revanşist qrupların və Moskvadan dəstəklənən Samvel Karapetyanın partiyası da çox ciddi şəkildə bütün hətta qanunsuzluqlara gedərək seçkilərə, yəni nəticələrə təsir etməsini qazanması. Buna baxmayaraq, mən düşünürəm ki, erməni xalqı doğru qərar qəbul edərək sülh gündəliyini dəstəklədi. Və bilirsiniz ki, ümumiyyətlə Paşinyan seçkilərə sülh platformasına getmişdi. Onun ən böyük əlində olan argumenti və ən böyük xalqına vəd edəcəyi məsələ buydu ki, hazır ki, Ermənistanın müstəqilini qoruyub saxlayaq, indiki coğrafiyanı, yəni indiki əraziləri, hazır ki, Ermənistanın sərhədlərin toxunulmazlığını qoruyub saxlayaq, sülhü davamlı edək və buna görə də əlbəttə ki, seçkilərin bildiyimiz kimi 50%-ə yaxın səsini qazandı. Burada isə biz təbii ki, Paşinyanın haqqını vermək şərti ilə onu da qeyd etməliyik ki, məhz sülh gündəliyinin formalaşmasında Paşinyanın əlində belə bir ciddi bir, mən deyərdim ki, argumentin ciddi bir əsasının olmasının da əsas səbəbkarı Azərbaycandır, Azərbaycan lideridir, cənab prezidenti. Bilirsiniz ki, məhz sülh gündəliyini Azərbaycan prezidenti müəyyənləşdirdi, formalaşdırdı, qəbul elətdirdi və bundan sonra Ermənistanla normallaşma prosesinə start verildi və s. və TRIP layihəsi ilə bağlı bilirsiniz ki, Vaşinqtonda mühüm qərar qəbul edildi və bütün bunlar hamısı Paşinyanın təbii ki, xeyrində olan əsas argumentlərdən biri idi. Ona görə də mən bugün bir yazı da yazdım, bir şərh də verdim. Orada da qeyd etdim ki, bu seçkilərin nəticələri göstərdi ki, Prezident İlham Əliyevin strateji vizyonu qələbə çaldı. Və strateji vizyon nə idi? Cənubi Qafqazda sülh, əmin-amanlıq, əməkdaşlıq bərqərar olsun nəhayət. Buna görə də əlbəttə biz bu baxımdan seçkilərin nəticəni çox müsbət qiymətləndirməliyik. O ki, qaldı sizin sualınıza ki, bundan sonra nə baş verəcək? Bizim üçün əsas vacib olan, yəni sülh müqaviləsi imzalanacaqmı? İmzalanması üçün bizim irəli sürdüyümüz əsas şərt konstitusiyon dəyişikliyi olacaqmı və necə olacaq? Bu əlbəttə ki, indi ən vacib suallardan biridir. Çünki mən bayaq da qeyd etdim, yəni ki, seçkilərin özü bütövlükdə geosiyasi qarşıdurma deməli fonunda baş verirdi. Bilirsiniz ki, Qərblə Rusiya arasında ciddi bir mübarizə gedirdi və hesab edirəm ki, məhz Azərbaycanın da dolayısıyla etdiyi köməklik nəticəsində məhz bütövlükdə Rusiyanın təsir dairəsindən çıxmaq istiqamətindən atılan addımlar öz nəticəsindən biridir və mən hesab edirəm bu həm də sülhü və bütövlükdə deməli təhlükəsizlik arxitekturasının Azərbaycanın istədiyi formada qurulmasına da əlavə bir töhfə verdi. Amma bundan sonra sülh müqaviləsi əlbəttə ki, rəsmi şəkildə imzalanmalıdır. Bunun imzalanması üçün isə Azərbaycan yeganə şərti ondan ibarətdir ki, bunu bizim tamaşaçılar gözəl bilir ki, konstitusiya dəyişiklik edilsin və konstitusiyanın preambulasından Azərbaycana qarşı irəli sürülən o deməli ərazi bütövlüyü ilə bağlı olan ərazi iddiası aradan qaldırılsın. Müstəqil akt bilirsiniz ki, müstəqil bəyannaməsində belə bir məsələ var. Bu barədə çox danışmağa ehtiyac görmürəm. Amma burada bir kritik məqam yaranır. Bu nədən ibarətdir? Bugün bilirik ki, son indi məlumata görə deməli Paşinyanın rəhbəri etdiyi Mülki Müqavilə partiyası 64 yerə
sahib olubdur. 64 mandat qazanıbdır. 29 mandatı deməli qazanıb Samvel Karapetyanın partiyası, 12 mandat isə Robert Koçaryanın rəhbərlik etdiyi partiya qazanıbdır. Və son anlarda isə Sarukyanın çeklənən Ermənistan partiyası 0,4% deməli müqabilində, yəni 4%, yəni 4% barajı aşa bilmədiyinə görə təxminən 3,998% deməli səs topladığına görə deməli parlamentə keçə bilməyibdir. Yer gəlmiş orada çox maraqlı bir sistem var. Bilirsiniz ki, bütövlükdə deməli Paşinyan 49,82% bal deməli xalq seçici səsi toplanmışdı. Amma bütövlükdə barajı keçənlərin ümumi səsi 87,87% olduğuna görə yerdə qalan 13% səs, hansı ki 1-2-3%-ə qədər toplamışdı digər partiyalar, ona ümumi səslərdən çıxarıldıqdan sonra əldə olunan səslər mandatlar arasında bölündü və ona görə də deməli Paşinyanın səsi və parlamentdə tutduğu mandat sayı 57%-ə qalxdı. Və beləliklə bugün də Sarukyan, yəni bir neçə saat bundan öncə artıq Ermənistan Mərkəzi Seçki Komissiyasının verdiyi açıqlamaya görə Sarukyan'a keçə bilmədiyinə görə 61 yerdən 64-ə qalxdı. Bu bir tərəfdən yaxşıdır, çünki bu imkan verir ki, Paşinyan birinci baş nazir seçilsin, ikinci vacib dövlət deməli qurumlarının rəhbərlərini təyin edə bilsin. Bura baş prokuror, Mərkəzi Seçki Komissiyasının üzvləri, Konstitusiya Məhkəməsi, Ombudsman və s. Əvvəl 61-də olsaydı, bu tələb 5-də 3 səs tələb olunurdu. Bu deməli səsin Konstitusiyanın dəyişməsi müşkül məsələ olardı. Amma Konstitusiyanın dəyişməsi müşküldür, çünki burada 3-də 2 səs tələb olunur. 3-də 2 səs lazımdır ki, bu referenduma çıxarılsın. Referenduma çıxarılması üçün isə parlamentdə bu səs deməli referendumda hansı məsələlər müzakirə olunacaq, o cümlədə yeri gəlmişdən Ermənistan Konstitusiyasına əsasən preambula hissəsi və 1-ci, 3-cü maddələrin dəyişdirilməsi mütləq şəkildə deməli 3-də 2 səslə parlamentdə təsdiq olunmalıdır və ondan sonra deməli ümumxalq səs verməsinə çıxarılmalıdır. Bu da əlbəttə ki, problem yaradır. Hazırda bu qədər səs deməli 71 səs lazımdır. Bu səs yoxdur. 70 səs daha doğrusu lazımdır ki, bu deməli konstitusiya islahatları başlaya bilsin, referendum keçirə bilsin. Buna görə də yerdə qalan təxminən 6 səslə bağlı gərək Paşinyan müxtəlif deməli istiqamətlərdə işləsin. Amma bu necə olacaq? Yəni Samvel Karapetyanın partiyası təbii ki, yəni indiki zamanda gözlənmə ona dəstək verirsin. Heç Robert Koçaryanın da partiyasına danışmağa dəyməz. Zaten o revanşist dairəni təmsil edir. Bu baxımdan çətinliklər olacaq. Amma düşünürəm ki, artıq bu barədə Ermənistan hakimiyyəti və Ermənistan xalqı yəqin ki, yaxın aylarda ciddi düşünməlidir və əgər konstitusiya dəyişikliyi olarsa, təbii ki, sizin sualınızın sonuncu hissəsinə qayıdıram ki, təbii ki, Azərbaycan cənab prezident dəfələr bəyan edib ki, bugün konstitusiya dəyişikliyi baş versin, həmin o bədnam müddəalar sənəddən çıxarılsın və biz sabah müqavilədə imzalamağa hazırıq. Azay müəllim, əslində Paşinyanın əvvəlki çıxışlarına baxanda onun da çıxışlarında bir revanşizm meylləri var idi və Azərbaycanın, belə deyək ki, Azərbaycan prezidentinin yürütdüyü siyasi xətt, sonra Azərbaycanın qələbəsi onu hardasa bu, belə deyək ki, qələbəyə təşviq etdi, qələbəyə məcbur etdi ki, bu qələbə olmalıdır, bu sülh müqaviləsi bağlanmalıdır. İndi mən bir məqama istəyirəm toxunaq. Burada Rusiya və Avropa İttifaqı faktorları da var. Bu, belə məqamda Paşinyan hansı addımlar atacaqdır? Əlbəttə, biz yaxşı xatırlayırıq ki, Paşinyan hakimiyyətə gələndə 2018-2009-cu illərdə bilirsiniz ki, çox belə bir biabırçı bir bəyanat vermişdi. Demişdi, Qarabağ Ermənistandır. Yəni, bu həmin Paşinyandır. Yəni, Koçaryandan heç nəyinə fərqlənmədi həmin dövrdə və əlbəttə ki, Azərbaycanın ordusu, Dəmir Yumruq, Müzəffər Başkomandanın qətiyyəti onu məhz fikrini dəyişməyə və reallığı qəbul etməyə məcbur etdi. Xüsusilə 2023-cü il sentyabr hadisəsindən sonra ki, biz Qarabağda suverenliyimizi tam bərqərar etdik. Bundan sonra artıq reallığı o bütün çırpaqlığından qəbul etməyi yəni edə bildi. Bu özü təbii ki, çox ciddi bir tərəqqidir onun dünya görüşündə. Amma indiki halda isə bəli, Rusiya və Avropa İttifaqı arasında ciddi mübarizə gedir. İndi bilirsiniz ki, Rusiyada seçkilərin nəticəni bir növ sual altına qoymağa çalışır və ciddi deməli pozuntu olduğunu qeyd edir. Bir növ legitimliyinə bu vərgə formada kölgə salmağa cəhd edir. Bu da ona görədir ki, istədiyinə nail olmadı. Təbii ki, Paşinyan
deməli, kifayət qədər səs toplayaraq yenidən hökuməti qurmaq, formalaşdırma səlahiyyətinə malik oldu. Avropa İttifaqı isə əksinə müxtəlif vədlər verib ki, hətta son seçkidən bir gün öncə Paşinyan açıqladı ki, Avropa İttifaqının prezidenti ilə biz görüşəndə o belə bir fikir səsləndirir ki, Ermənistan malları rüsumsuz olaraq Avropa İttifaqı məkanına daxil ola biləcək. Bu çox böyük bir üstünlük olardı. Əgər bu doğrudan da rəsmi şərdirsə, Ermənistan üçün çox böyük bir üstünlük olardı. Digər bir tərəfdən viza, deməli, gediş-gəlişi ilə bağlı qərar gözlənilir ki, Ermənistanın vətəndaşları viza, deməli, almaq öhdəliyindən azad olsunlar, vizasız gediş-gəliş əldə etsinlər. Yəni, belə siyasi və hüquqi və iqtisadi rıçaqlarda Avropa İttifaqı istifadə edə bilər. O baxımdan zaten Paşinyan da elan etmişdi Avropa kursunu. Düzdür, indi son dövrlərdə hələ Avropa İttifaqına üzv olmağı bir düşünmür, buna hazır deyilik. Eyni zamanda Evraziya iqtisadi blokundan çıxmağı düşünmürlər. Bu da, məsələn, bilirəm ki, pragmatik yanaşmadır. Çünki hal-hazırda səhv etməmişsə, Rusiyanın 34% ümumdaxili məhsulun yaxud da xarici ticarət dövriyyəsinin 34% məhz Rusiya ilə bağlıdır. Və bu da əlbəttə ki, yaxın bir ildə daha ehtiyatlı siyasət həyata keçirməyə sövq edəcək Paşinyanı. Amma hamımız bilirik ki, onun əsas siyasi kursu Rusiyanın təsirlərindən tam azad olmaq. Yəni, ilk növbədə KTMP-də zaten fəaliyyətini dondurubdur. Sonra digər Rusiyanın rəhbərlik etdiyi qurumlar və əsasən Evraziya iqtisadi blokundan yəqin ki, yaxın illərdə çıxma fikri olmayacaq, əgər ona daha yaxşı alternativ təklif eləməsələr. Və bu da imkan verəcək ki, bir tərəfdən Rusiya ilə, bir tərəfdən Avropa İttifaqı ilə bir manevr etsin. Və bugün mən sizə deyim ki, bəzilər Paşinyanı bir qədər sadəlövh hesab edirlər, amma indiki halda baxırsan ki, o elə bir siyasət həyata keçir. Həm Rusiyanı hansısa formada özündən asılı vəziyyətdə salmaqda, asılı etməkdə, yaxud da Ermənistanı Rusiya üçün daha çox cəlb edici etmək üçün müəyyən addım atır. Həm də Avropa İttifaqı. Məsələn, Rusiyanın bugün imkanları var ki, bilirsiniz ki, Gazprom 100% deməli Ermənistanda paya malikdir. Eyni zamanda Rusiya dəmir yolları şəbəkəsinə nəzarətə həyata keçirir. Yaxud da Rusatom Ermənistanda bəlli bir mövqeyə malikdir. Və bugün bu üç əsas istiqamət üzrə artıq Paşinyan alternativlər axtarmaqdadır. Bu da ona demək əsas verir ki, əgər Rusiya təzyiqləri artırarsa, indiki məsələn seçkilərdə biz gördük ki, nə qədər çalışdı, hətta müxtəlif rəqəmlər səsləndirilir ki, 100 minə yaxın Ermənistan vətəndaşı, Rusiyada yaşayan Ermənistan vətəndaşı seçki günü Ermənistana gətirildi və onların səsindən istifadə edildi ki, Qarabağdan bu qədər çox səs topladı. Yəni, bütün buna hamısı açıq şəkildə proseslərə müdaxilə cəhdi idi. Amma bundan sonra isə mənə belə gəlir ki, Paşinyanın əli daha da möhkəmləndi. Artıq rahat nəfəs ala bilər. Çünki bu çox kritik bir seçki idi. Yəni, Qarabağ məsələsi bir dəfəli həll olunandan sonra Ermənistan cəmiyyətinə açıq şəkildə bəyanat verərək, açıq şəkildə siqnal göndərərək Qarabağ klanının məhv edilməlidir, Qarabağ məsələsinin kökündən biz həll etməliyik və bu məsələnin bir dəfə gündən çıxartmalıyıq deməklə, əlbəttə ki, bu birinci hesabladı ki, artıq Ermənistan ictimaiyyəti Qarabağ deyək ki, hərəkatını artıq dəstəkləmir və dəstəkləməməsi səbəbini bayaq biz qeyd etdik. Öz xoşlarından yox, Azərbaycanın məhz dəmir yumruğunu sayəsində onlar bu sərsəm ideyalarına geri çəkilirlər. Amma digər bir tərəfdən də artıq açıq şəkildə Rusiyanın üzərində getməyərək müəyyən o deyək ümumi deməli xəttləri qoruyub saxlamağa çalışdı. Amma bundan sonra mən əminəm ki, artıq sonraki qarşıda olan 5 illik müddətində artıq mövqeyini qətləşdirəcəkdir. Artıq sırf Avropa istiqaməti siyasətində çox ciddi addımlar atacaqdır. Amma yenə deyirəm, konstitusiya dəyişiklik ediləndən sonra, konstitusiya dəyişiklik edilməyənə qədər hələ ki biz Paşinyandan çox belə sərt qərb yönlü addımların atılmasını biz gözləməməliyik. Aydın. Azər müəllim, ümumiyyətlə Ermənistan mətbuatı qeyd edir ki, bu seçkidə Paşinyanın qalib gəlməsi o deməkdir ki, artıq cəmiyyət sülhə səs veribdir, yəni onların təbirincə desək. Həqiqətənmi belədir? Ümumiyyətlə Ermənistan cəmiyyətinin özü Azərbaycanla sülhə hazırdırmı? Yox, bu özü faktdır ki, əgər 50% yaxın seçici səs veribsə, indi burada 770 minə yaxın təxminən vətəndaşdan söhbət gedir. Bu ciddi bir rəqəmdir. Yəni Ermənistan ictimaiyyətinin əhəmiyyətli bir hissəsi
məhz Azərbaycanla sülhə, bölgədə sülhə və sabitliyə səs veribdir. Amma bir şey unutmamalıyıq ki, Ermənistanda seçkilərin sayı 2.530.000 nəfərdir. Və bunların da yalnız 1.400.000-ə yaxını gəlibdir. Onda 700.000 neçəsi məhz sülhə səs veribdir. Belə götürsə təxminən bu 1/3 hissəsi hesab olunur. Yenə də 1/3 hissəsi ya bir tərəfi açıq şəkildə Karapetyanla Robert Koçaryanın seçkiləri birbaşa sülhün əleyhinədir və bir də yerdə qalan seçkilərə gəlməyən ki, o kritik kütlə var, təxminən 48%. Bunların mövqeyi bəllidir. Əgər onlar sülhə tam onlara dəstək versəydilər, bəlkə də gələrdilər. Yaxud da onlar o revanşistlərin yanında olsaydılar, gələrdilər. Görünür, onlar heç bir partiyaya inanmırlar. Hər hansı bir verilən vədə ehtimal göstərməyərək onlar seçkiləri boykot etdilər, gəlmədilər. O baxımdan da amma hazırki tablo, seçkilərin nəticələrini ifadə edən hazırki tablo onu deməyə əsas verir ki, Ermənistan cəmiyyətinin bəlli bir hissəsi, əhəmiyyətli bir hissəsi reallığı qəbul edir. Azərbaycanın yaratdığı bugünkü geosiyasi vəziyyətin nədən ibarət olduğunun fərqindədir və ona da səs verir və əslində baxanda bilirsiniz, bu Erməni xalqının birbaşa maraqlı xidmət edən bir məsələdir. Və Erməni xalqı onun düşünən və pragmatik düşünən hissəsi əlbəttə anlayırlar ki, onların əsas çıxış yolu Ermənistanın bundan sonra yaşaması üçün, nə bilim, müstəqilliyin və suverenliyin qorunması üçün Azərbaycanla və Türkiyə ilə mehriban qonşu siyasətindən qorumaqdır və buna da sədaqətlə sona qədər, necə deyirlər, sədaqətli olmaq və bunu pozmamaq. Bizdə erməni deyək ki, yaddaşında hər zaman xəyanət var, hər zaman arxadan zərbə vurmaq var və yer gəlmiş yerə mən bu efirdən də bir daha demək istəyirəm ki, bugünkü tablo heç də bizi aldatmamalıdır və bugünkü tablo heç də o demək deyil ki, hər şey hall olundu, erməni xalqı artıq sülhə hazırdır. Bu belə deyil. Və yer gəlmişim, burada mən sizə deyim ki, hələ Ermənistan hakimiyyətində bugün görəcək çoxlu işlər var. Məsələn, bugün bir çox ölkədə hələ də qondarma Dağlıq Qarabağ adında dırnaqarası institutlar var. Yeri gəlmişkən, Azərbaycanın tələbi odur ki, həmin o institutlar ləğv olunsun. Bəli, onlar ləğv etməlidir. Bunu ən azı bəyan etməlidir. Bu barədə özünü, məsələn, Fransada, Amerikada, Rusiyada, başqa ölkələrdə bunların qondarma həmin o bədnam və üzdən İraq qurumlarının nümayəndəlikləri var. İkinci bir tərəfdən bilirsiniz ki, Avropa Parlamenti, AŞBA, Azərbaycanla bağlı çox haqsız, ədalətsiz qərarlar qəbul ediblər, qətnamələr qəbul ediblər və burada da həmin o köhnə, dağıdıcı və yaxud da o münaqişəni tezdən yenidən alovlandırmaq cəhd edən narrativləri salıblar. Yəni, Dağlıq Qarabağ adında güya qurum var, yaxud da Qarabağ ermənilərin geri qaytarılması, nə bilim, münaqişənin həllindən bağlı qeyri-müəyyəni və s. Yaxşı, seçkiyə qədər biz başa düşürdük ki, Ermənistan hakimiyyəti bu barədə biraz diqqətli olmalı və taktiki baxımdan ona birbaşa münasibət bildirməməsini biz başa düşürdük. Amma seçkiləri qazandıqdan sonra artıq Paşinyan hökuməti bu cür çağırışlara da etiraz etməlidir. Çünki həmin çağırışlar faktiki olaraq bölgədə sülh gündəliyinin əleyhinədir. Onu zədələməyə hədəfləyibdir. Ona görə də bu həm də Ermənistan hakimiyyətinin, yəni yenidən formalaşan Paşinyan hökumətin bundan sonraki biz addımların yaxın, yəni ciddi şəkildə biz izləməliyik və təbii ki, onun hər bir addımına qiymət verməliyik. Düz indi ilk deməli verdiyi bəyanat oldu ki, Azərbaycanla və Türkiyə ilə normallaşma prosesinə sadiqik və biz yaxın zamanlarda sülh prosesini yekunlaşdırmaq istəyirik. Amma bunun üçün, yəni sadə bəyanatda kifayət deyil, bunun üçün konkret addımlar atmaq lazımdır. Və yaxud da qeyd etdiyimiz kimi konstitusiyada mütləq şəkildə bizə qarşı olan ərazi iddialarını rədd etmək lazımdır, çıxartmaq lazımdır və sonuncu bu münaqişənin bu sonuncu hüquqi qalıntılarını da aradan qaldırmaq lazımdır. Ona görə də mən şəxsən ümid edirəm ki, artıq bu prosesi keçəndən sonra Paşinyan bunu etməlidir və əslində baxın, siyasi kursun da ümumi istiqaməti budur. Amma yenə deyirəm, biz baxacaq görək, yenə də burada müəyyən hiyləgərlik, yaxud da müəyyən seçkilərlə bağlı olan bir siyasi taktikamı, siyasi fənmi varmı, yoxmu? Amma yenə də bilirsiniz, o məsələlər belədir də, artıq mənə belə ki, Paşinyan dərsini alıbdır. Yəni, iki müharibəni uduzan, ağır məğlubiyyətə, kapitulyasiya məruz qalan bir şəxs
əlbəttə ki, inanmıram ki, fərqli bir gündəmi yenidən gündəmə gətirsin və düşünürəm ki, bundan sonra da sülh gündəmində o maksimum dərəcə çalışacaq ki, bu gündəmi qoruyub saxlasın. Amma yenə deyirəm, biz sözlərə yox, konkret addımlara fikir verəcək və bizim də münasibətimiz, dövlətimizin münasibəti ona adekvat olaraq formalaşacaqdır. Azay müəllim, siz Ermənistan addımlarından danışarkən mən bir məsələni xatırladım. Ümumiyyətlə, Azərbaycan qalib ölkə kimi bir sıra addımlar atıb Ermənistana qarşı məhsulların daşınmasıdır, Azərbaycana tranzit kimi istifadə olunmasıdır və s. və ilaxır. Amma biz indiyə qədər, yəni belə deyək də, bütün bunlar təbii ki, Vaşinqtonda bu sülhün paraflanması çərçivəsində baş verdi. Amma o vaxtdan bu günə qədər, yəni bir il yaxın deyək, bu müddət ərzində Ermənistandan real addımlar görmədik. Məsələn, bugün Ermənistan hansı real addımlar ata bilər Azərbaycana qarşı? Əslində baxanda, bəlkə elə mən çıxışımızın, yəni söhbətimizin əvvəldə mən qeyd etdim ki, bugün Paşinyanın qələbə çalmasının əsas səbəblərindən bəlkə də birincisi Azərbaycanın atdığı addımlar idi. Bax, siz dediyiniz o normallaşma prosesində biz neft məhsullarının satılmasından bağlı, tranzit qadağaların aradan qaldırılması ilə bağlı və bir çox digər məsələlərlə bağlı konkret addımlar atdıq. Və bugün Ermənistan hakimiyyəti məhz bundan faydalanaraq cəmaata dedi ki, əhalisə dedi ki, baxın, artıq biz normallaşma prosesində keçmişik, mənə səs verin ki, mən bunu davam etdirim və yekuna, yəni məntiqi yekuna gətirib çıxardım. Amma bizə qarşı münasibətdə isə hələ konkret addımlar atılmıyor. Düzdür, indi biz belə deyək də, bizim üçün əsas məsələ nədir? Zəngəzur koridorunun açılması və bununla bağlı bilirsiniz ki, artıq Ermənistanla ABŞ arasında bir neçə gün bundan öncə Rubio birisi gəldi, yəni Marco Rubio, ABŞ-ın dövlət katibi gəldi Ermənistana, artıq TRIPS-lə bağlı sənədi imzaladılar. Yəni, bunun artıq şirkət yaranıbdır, bununla bağlı artıq konkret addımlar atılacaqdır. Yəni, artıq TRIP-in çəkilməsi, yəni Azərbaycanın Naxçıvanla birləşdirən o 42 kilometr ərazinin qısa müddətdə işləv vəziyyətə gətirilməsi, həm dəmir yoluna, həm avtomobil yolunun çəkilməsi məsələsi Azərbaycan prioritetdir və biz burada konkret addımlar gözləyirik. Konkret addımlarda söhbət gedirsə. İkinci məsələ, bizim deməli 4 kəndimiz hələ də bilirsiniz ki, 4-ü qaytarıldı, 4-ünlə bağlı müzakirələr gedir, demarkasiya, yəni prosesində müəyyən irəliləşlər var. Biz artıq bunu da istəyirik ki, Ermənistan tərəfindən konkret addımlar atılsın. Yenə deyirəm, seçkilərə qədər bunun edilməməsinin səbəbini biz başa düşürdük, çünki çox həssas emosional məsələdir. Üçüncü məsələ, biz gözləyirik ki, və qeyd etdiyim ki, beynəlxalq platformalarda, beynəlxalq təşkilatlarda Azərbaycana qarşı olan bu cür, yəni Ermənistan, Azərbaycan normallaşma kontekstində hansı ki Azərbaycana qarşı kampaniya aparılır, bu kampaniyaya qarşı çıxsınlar. Dördüncü, bayaq qeyd etdiyimiz kimi, bugün qondarma rejimi, yaxud da qondarma qrupunun artıq heç birə də ikrah hissi doğuran, faktiki olmayan bir adların orada hansısa bir ölkələrdə nümayəndəli adına saxlanmasına qarşı Ermənistan konkret etiraz etməlidir və onun bağlanmasını tələb etməlidir. Düzdür, indi başa düşürük ki, erməni diasporası bugün Paşinyanın əleyhinə fəaliyyət göstərir. Biz başa düşürük ki, bir çox ölkələr bugün Paşinyanla bağlı heç də xoş münasibətdə deyirlər. Amma buna rəğmən hesab edirəm ki, Paşinyan hökuməti seçkilərdən sonra müəyyən artıq deyək ki, hökuməti qurandan sonra artıq rahat şəkildə öz işlə başlayandan sonra bu məsələlərə mütləq münasibət bildirməlidir. Yoxsa əks təqdirdə bu bir tərəfli olur. Düz, Azərbaycan bütün istədiyinə nail oldu. Azərbaycan sülh müqaviləsinin mətninin hamısını, 17 bənddə ibarət mətnin hamısını bir özü diktə etdi. Hər şeyə biz nail olduq. Amma praktiki olaraq biz ondan gözləyirik. Əlbəttə ki, qısa bir zamanda əsas bizim gözləntimiz odur ki, konstitusiya dəyişikliyi olsun. Yenə deyirəm, konstitusiya dəyişikliyi olmasa sülh müqaviləsi imzalanması mümkün olmayacaq və indiyə qədər sərgilənən bu qədər iş, həyata keçirilən bu qədər səy, bu qədər əziyyət sual altında qala bilər. Bunun da səbəbkarı əlbəttə ki, Ermənistan hökuməti olacaq. Aydın olun. Çox sağ olun. Təşəkkür edirəm Azay müəllim studiyamıza gəldiyiniz üçün və fikirləriniz üçün. Bir daha qeyd edək ki, studiyamızın qonağı millət vəkili Azay Quliyev idi və biz Ermənistanda keçirilən seçkilərdən danışdıq.